Salam, hörmətli dövlət qulluqçuları və dövlət qulluğuna ilk dəfə hazırlaşan namizədlər. Bugün sizinlə dilçiliyin qızıl qaydalarından olan ın-4 çəkiltisinin amonimliyi məsələsini nəzərə çatdırırıq. Belə ki, hər dəfə imtahana ismin halları ilə, xüsusən də yiyəlik hal və onun şəkiltisinin amonimliyi məsələsi ilə sual hər dəfə düşür. Bu baxımdan da bu şəkiltinin hansı funksiyanı yerinə yetirməsi namizədlər arasında çaşqınlıq yaradır. Ona görə də videonun sonuna qədər izləyin ki, bir balınız gəlsin. Gəlin başlayaq. ın-4 şəkiltisi ilk öncə qeyd edək ki, bir neçə funksiyanı yerinə yetirə bilər. İlk əvvəl biz bilirik ki, ın-4 şəkiltisi qrammatik şəkilci olaraq ismin yiyəlik hal şəkiltisi sayılır. Qeyd edirəm burada. Yiyəlik hal və qrammatik şəkilci olur. İkinci halda ın-4 şəkiltisi ikinci şəxsin təkinin mənsubiyyət şəkiltisidir. Və bu halda da yenə də qrammatik şəkilcidir. Növbəti halda isə ın-4 şəkiltisi isim düzəldən leksik şəkilci rolunda çıxış edə bilər. İsim düzəldən leksik şəkilci. Demək ki, iki halda biz ın-4 şəkilcisini qrammatik şəkilci, bir halda isə leksik şəkilci kimi görürük. İndi gəlin nümunələr əsasında ayırd edək, görək ki, biz ın-4 şəkilcisini hansı funksiyasını yerinə yetirdiyini necə ayırd edə bilərik. İlk əvvəl ən çox qarışdırılan məqam yiyəlik halına mənsubə şəkilcisidir. Yadda saxlamaq lazımdır ki, yiyəlik hal özündən sonra hər zaman mənsubə şəkilcili söz tələb edir. Amma mənsubə şəkilcili söz özündən əvvəl, yəni belə deyək, özündən əvvəl yiyəlik hallı sözü tələb edir. Yəni demək olar ki, eyni anlayışı mən dedim. İndi gəlin nümunələr üzərində baxaq. Tutaq ki, mən burada yazıram eyni bir söz, kitabın sözü. Kitabın. Və cümləni iki formada davam elətdirirəm. Kitabın üzü səliqəlidir. Digər cümlə isə kitabın məndə qalıb. Fikir versəz, hər iki cümlə kitabın sözü ilə başlayır və hər iki cümlədə kitab sözün kökü ın qrammatik şəkilçisidir. Bəs yaxşı, mən hardan biləcəm ki, ın-4 hansında yiyəlik hal şəkilçisi, hansında isə mənsubə şəkilçisidir? Gəlin dediyimiz qaydanı tətbiq eləyək. Əgər yiyəlik haldırsa, özündən sonra mənsubə şəkilçili söz tələb edir. Kitabın üzü, baxın, üzü, üz, ü. Burada mənsubə şəkilçisi var. Və digər bir məsələ, yiyəlik haldadırsa söz, ondan əvvəl təkrarən yiyəlik hallı bir sözü əlavə etmək mümkün deyil. Misal üçün, mən deyə bilmərəm, sənin kitabın üzü səliqəlidir. Bu mümkün deyil, çünki bu artıq özü yiyəlik haldadır. Özündən əvvəl bir daha yiyəlik halı tələb edə bilməz. Amma əgər bu söz mənsubə şəkilçili olsaydı, özündən əvvəl yiyəlik hallı sözü tələb edərdi. İkinci cümləyə baxaq, kitabın məndə qalıb. Misal üçün, sənin kitabın məndə qalıb. Çox rahat şəkildə mən bunun əvvəlinə yiyəlik hallı əvəzlik əlavə edə bildim. Bu o deməkdir ki, ikinci cümləni oxuyarkən ın-4 mənsubə şəkilçisi funksiyasını daşıyır, amma birinci cümləni oxuyarkən isə artıq müəyyən yiyəlik hal şəkilçisi funksiyasını daşıyır. Digər başqa bir nümunə də yazaq ki, daha rahat aydın olsun. Misal üçün qeyd edək ki, uşağın sözü ilə başlayan, qeyd eləmək olar ki, uşağın sözü mənə təsir etdi. Bir cümlədə qeyd edirik, uşağın sözümə baxmır. Baxmır. İndi gəlin yoxlayaq. Sənin uşağın sözü mənə təsir etdi. Demək mümkündürmü? Xeyr, cümlə heç cür düzgün alınmır. Çünki bu özü yiyəlik halda olan sözdür. Mən bunun əvvəlinə təzədən yiyəlik hal sözü əlavə edə bilmirəm. Demək ki, birinci cümləni oxuyanda olur yiyəlik hal şəkilçisi. Amma ikinci cümləni oxuyanda uşağın sözümə baxmır. Sənin uşağın sözümə baxmır. Rahat şəkildə bunun əvvəlinə yiyəlik hallı sözü əlavə edə bildim. Bu deməkdir ki, buradakı ın artıq ikinci şəxsin təkinin mənsubə şəkilçisi funksiyasını daşıyır. Digər bir funksiyası isə isim düzəldən leksik şəkilci olmasıdır. Bu halda təbii ki, ın-4 leksik şəkilci rolunda olduğuna görə yeni söz yaradır və feillərdən isim düzəldir. Misal üçün deyirəm ki, səpin, səp feilindən səpin ismi yaranır. Və yaxud da ki, əkin, əkmək feilindən əkin ismi yaranır və s.
Daha çox qızıl qaydaları öyrənmək üçün kanalımıza abunə olun və bizi izləyin. Təşəkkürlər.